إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء، واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم، ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. أما بعد، فإن أصدق الحديث كلام الله، وخير الهدي هدي محمد صلى الله عليه وسلم، وشر الأمور محدثاتها، وكل محدثة بدعة، وكل بدعة ضلالة، وكل ضلالة في النار. Muhterem Müslümanlar, en birincisi Allah'ın selamıyla selamlayıram. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Ve geçmiş dersimizden bilindiği kimi sahih əqidə 6 əsasın üzərində qurulmuşdur. Həmin 6 əsasdan biri də ahirətə iman gətirməkdir. İnşallah bugünkü dərsimizdə ahirətə iman gətirməyə daxil olan cəhənnəm barəsində olacaqdır. Cəhənnəmin sifəti və onun əhli barəsində olacaqdır. Artıq Allah subhanahu ta'ala öz kitabında cəhənnəmi zikr etmiş və onun sifəti, ora barəsində və oranın sakinləri haqqında bizə xəbər vermişdir. Allah subhanahu və ta'ala Quran-ı Kerimdə buyurur: Allah subhanahu və ta'ala cəhənnəm barəsində Quran-ı Kerimdə buyurur: Kəllə innəhə ləzə nəzzəətən lişşəvə. Xeyr, həqiqətən o alovlu atəşdir, başın dərisini sıyırıb çıxarır. Allah Teala başqa bir ayədə buyurur: وَمَا أَدْرَاكَ مَا سَقَرْ لَا تُبْقِي وَلَا تَذَرْ لَوَّاحَةٌ لِلْبَشَرْ. Sən nə bilirsən ki, səqər nədir? O heç kəsi sağ qoymaz və salamat buraxmaz. Və Allah subhanahu və teala başqa ayəsində buyurur: وَمَا أَدْرَاكَ مَا هِيَ نَارٌ حَامِيَةٌ. Sən haradan biləsən ki, o nədir? O çox qızmar bir oddur. Allah Teala buyurur: لَيُنْبَذَنَّ فِي الْحُطَمَةِ وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةِ نَارُ اللّٰهِ الْمُوقَدَةِ الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ. Xeyr, o mütləq hutəməyə atılacaqdır. Sən nə bilirsən ki, hutəmə nədir? O Allahın odudur. Və başqa bir ayədə Allah subhanahu və teala buyurur: وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ. Cəhənnəm alovlandırılacağı zaman. Allah Teala başqa ayədə buyurur: وَسَيَسْلَوْنَ سَعِيرًا. Onlar alovlu cəhənnəmə girəcəklər. Allah subhanahu və teala başqa ayədə buyurur: وَالَّذِينَ كَفَرُوا لَهُمْ نَارُ جَهَنَّمَ لَا يُقْضَى عَلَيْهِمْ فَيَمُوتُوا. Kafir olanları cəhənnəm odu gözləyir. Orada onların ölümünə hökm verilməz. Və Allah subhanahu və teala cəhənnəmə dəlil olaraq yenə başqa bir ayədə buyurur: İnnəl münafiqinə fiddərkil əsfəli minən-nər. Həqiqətən münafiqlər cəhənnəmin ən aşağı təbəqəsindədir. Allah subhanahu teala cəhənnəmi kafirlərə vəd etmiş, həddi aşanları və tövhid əhlindən asi olanları da cəhənnəmdə qorxutmuşdur ki, Allahın haram etdiyi şeylərdən çəkinsinlər. Allahu Teala buyurur: فَاتَّقُوا النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ اُعِدَّتْ لِلْكَافِرِينَ. Kafirlər üçün hazırlanmış yanacağı insanlardan və kibrit daşlarından olan oddan həzər edin. Allah subhanahu teala buyurur: İnnellezîne ye'kulûne emvâlel yetâmâ zulmen innemâ ye'kulûne fî butunihim nâra və seyaslâvne sa'îrâ. Həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar yanar oda girəcəklər. Və başqa bir ayədə Allah cəhənnəmi
əzabını zikr edəndən sonra buyurur: Zəlikə yuxavvifullahu bihi ibadah. Allah öz bəndələrini bununla qorxudur. Və bu barədə Quran-ı Kərimdə çoxlu ayələr nazil olmuşdur. Allah subhanahu və teala Allahdan cənnəti istəyib cəhənnəmdən ona sığınmaq hər bir müsəlmana lazımdır. Necə ki, Tirmizi Ənəs radiyallahu anhudan rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: Mən səəlallahəl cənnətə sələsə mərratin qalətil cənnə Allahumma ədxilhul cənnə. Kim Allahdan 3 dəfə cənnəti istəyərsə, cənnət belə deyər: Allahım, onu cənnətə daxil et. Və mən istəcərə minən nərə qalətin nər Allahumma əcirhu minən nər. Və kim Allahdan, cəhənnəmdən Allaha sığınarsa, cəhənnəm də belə deyər: Allahumma, onu cəhənnəmdən qoru. Və kitab və sünnədən bilindiyi kimi ixlasla və imanla salih əməlləri edən cənnəti qazanıb cəhənnəm qorunmağa vəsilə tapmışdır. Buna misal olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmin bir hədisini misal çəkmək olar. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Buxari və Müslimin Əbi Səid Əl-Xudri radiyallahu anhudan rəvayət etdiyi hədisdə buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi: Mə min abdin yasumu yevmən fi səbilillahi illə bə'adallahu bizəlikəl yevmi vəchəhu anin nəri 70 xarifən. Və deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Allah üçün bir gün oruç tutan elə bir qul yoxdur ki, Allah Taala həmin orucun, həmin günün səbəbi ilə onu cəhənnəmdən 70%, yəni burada faizdən məna il gedir, 70 il onu cəhənnəm odundan uzaqlaşdırmasın. Həqiqətən cəhənnəm çox əzəmətli, böyük bir məxluqdur. Bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur: Yu'tə bi cəhənnəmə yevmə izin ləhə 70.000 zimamin mə kulli zimamin 70.000 mələkin yəcurrunəhə. Hədisi Müslim rəvayət etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə buyurur: Qiyamət günü cəhənnəm gətiriləcək və cəhənnəmin 70.000 dənə yüyəni olacaq və hər yüyəni də 70.000 mələk olacaq, 70.000 mələk də artacaqdır. Və bu hədisdən məna odur ki, cəhənnəm öz yaradıldığı yerdən gətiriləcək, hətta məhşər yerində, yəni cənnətə keçirilən tək yol körpü qalana kimi məhşərin ətrafında dövr ediləcəkdir. Və bu da cəhənnəmin əzəmətli, çox böyük bir məxluq olmasına dəlalət edir. Necə ki, cəhənnəmin 70.000 nəyi var? Cəhənnəmin 70.000 yüyəni var. Hər yüyəndə də 70.000 mələk dartır. Və əgər mələklərin böyüklüyünü bilsəniz ki, mələklər necə böyükdülər, onda sizə daha aydın olar ki, cəhənnəm necə də böyükdür. Və cəhənnəmin öz yüyənləri ilə idarə olunur ki, məhşərdə insanların üzərinə atılmasın və cəhənnəmdən yalnız qarmaqlar çıxacaqdır. Yəni, cəhənnəm özü insanların üzərinə atılmayacaqlar, çünki onları mələklər 70.000 yüyənlə tuturlar. Yalnız onlardan qarmaqlar çıxacaqdır. Allahın istədiyi kəsi Allahın əmri ilə cəhənnəmə tutub salmaq üçün. Və cəhənnəmin mələklərinə gəldikdə isə cəhənnəmin mələkləri çox böyük, çox əzəmətli mələklərdir. Necə ki, Allah subhanahu və teala cəhənnəm mələklərinin vəsfində buyurur: Aleyhə mələikətun qilazun şidət. Cəhənnəmin xidmətçiləri daş qəbli və sərt təbiətli mələklərdir. İbn Abbas radiyallahu anhu buyurur ki, Mə beynə mənkibeyil vahidi minhum məsirətə sənətin. Onlardan birinin bir çiynindən o birisi çiyninə qədər olan yol bir illik yoldur. Yəni, bir çiynindən o birisi çiyninə olan yol, mələklərin çiyinləri bir illik yoldur. Bu da mələklərin böyüklüyünə dəlalət edir.
وقوة الواحد منهم أن يضرب بالمقمع فيدفع بتلك الضربة 70,000 إنسان في قعر cehennem. Və o mələklərin qüvvətləri də necədir? Toppuzla bir dəfə vurduqda, bir udar indirdikdə, bir zərbə indirdikdə, həmin zərbə ilə 70.000 insanı cəhənnəmin quyusuna, cəhənnəmin dibinə göndərirlər. Allah subhanətə alə bizi cəhənnəmdən qorusun. Və cəhənnəm mələklərin başçılarının sayına gəldikdə isə necə ki Allah subhanahu və teala onlar barəsində xəbər verir, onların 19 sayı var, onların sayı 19'dur. Allah Teala buyurur aleyhə 19, yəni onun üstündə 12 nəfər gözətçi mələk vardır. Amma mələklərin ümumi sayına gəldikdə isə onların sayını Allahdan başqa heç kim bilmir. Necə ki Allah subhanahu teala El-Muddəfir surəsinin 31-ci ayəsində buyurur وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُ Rəbbinin ordularını özündən başqası bilməz. Həqiqətən, möhtərəm müsəlmanlar, cəhənnəm çox geniş və onun pərdələri çox böyükdür. Və Allah subhanahu və teala bu barədə buyurur İnna a'tadna liz-zalimin naran ahata bihim suradiquha Biz zalimlər üçün elə bir ateş hazırlamışıq ki, onun pərdələri onları bürüyəcəkdir. Və Mücahid rahimehullah İbn Abbasın tələbəsi İbn Abbas radiyallahu anhudan rivayet edir ki, İbn Abbas radiyallahu anhu ona buyurur ki, Ətədrimə si'atu cəhənnəm Bilirsənmi cəhənnəmin genişliyinə boşdadır? Qalə qultu lə, qalə əcəl, vallahi mə tədri. Dedim ki, xeyr. Dedi, bəli, Allaha and olsun ki, bilmirsən, ənə beynə şəhmətey uzni əhədihim və beynə atiqihi məsirətə 70 xarifən təcri fiyhə avdiyyətul qeyhə və dəm. Deyir ki, Allaha and olsun ki, bilmirsən, həqiqətən onlardan birinin qulaqları ilə çiyini arasında olan məsafə 70 il yol məsafəsindədir və həmin cəhənnəmdə deyir irindən və qandan vadilər vardır. Mücahid deyir ki, mən İbn Abbas'a dedim ki, onlar çaydılar. İbn Abbas buyurdu ki, xeyr, onlar çay deyir, orada çay yoxdur və orada vadilər var. Və İbn Abbas buyurur ki, Ətədrimə si'atu cəhənnəm Bilirsənmi cəhənnəmin genişliyinə qədərdir? Qultu lə, qalə əcəl, vallahi mə tədri. Dedim ki, xeyr. Dedi ki, bəli, Allaha and olsun ki, bilmirsən. Həddəsətni Aişətü radiyallahu anhə ənəhə səələt Rasulallahi sallallahu aleyhi və səlləm min qavlihi teala vəl-ardu cəmi'ən qabdətuhu Ayşə radiyallahu anhə mənə İbn Abbas Mücahidə deyir ki, rahiməhullaha Ayşə radiyallahu anhə mənə belə rəvayət etmişdi ki, o Peyğəmbər sallallahu aleyhi və səlləmin Peyğəmbər sallallahu aleyhi və səlləmdən bu ayə barədə soruşmuşdu. Allah subhanahu taala o ayədə buyurur ki, o gün bütün yer Allahın ovucu içində olacaq. Deyir, Ayşə radiyallahu anh deyir, qultu əynən nəsi yevməizin insanlar o gün harada olacaqlar? Qalə alə cisri cəhənnəm Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, cəhənnəm körpüsünün üzərində olacaq. Hədisi Tirmizi rəvayət edib və səhih demişdir və Albani rahimehullah da hədisə səhih demişdir. Və möhtərəm müsəlmanlar, cəhənnəmin alavu çox qaynar və əzabı isə çox şiddətlidir. Bu barədə Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət edir ki, Nər ibn Ədəməlləti tuqadunə cüz'un min 70 cüz'ən min nəri cəhənnəm Adəm evladının, hansı ki yandırdığınız odu, Adəm evladının yandırdığınız odu, bu dünyadakı odu, cəhənnəmdəki odun 70 hissəsindən biridir. Yəni, bu dünyadakı od, cəhənnəmin odunun 70 hissəsindən bir parçasıdır. Fəqalu, ya Rasulallah, və inkənət ləkəfiyyə. Dedilər ki, ey Allahın etsi, bu dünyanın odu da olsaydı, bəs eləyərdi. Və Peyğəmbər s.ə.v buyurur ki, فَإِنَّهَا فُضِّلَتْ بِتِسْعَةٍ وَسِتِّينَ cüz'ən
hədisi Müslim rəvayət eləyir. Peyğəmbər sallallahu buyurur ki, həmin od bu oddan yəni 69 dəfə artıqdır cəhənnəmin odu. Və Müslim Ənəs bin Məlikdən radiyallahu anhudan rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu: Yu'tə yevməl qiyaməti bi ən'ami əhlin nəri yu'tə yevməl qiyaməti bi ən'ami əhlid dünya min əhlin nər fəyusfəğu finnər sıbğətən ثم يقال يا ابن آدم هل رأيت خيرا قط هل مر بك نعيم قط فيقول يا لا والله ya Rab. Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə buyurur ki, qiyamət günü dünyada ən xoş gün güzaran içində, nimət içində yaşayan cəhənnəm əhlindən olan bir şəxs gətiriləcək və o oda salınıb çıxardılacaq. Öyle ki suya bir şey salıp çıxardırsa enençine bir şey kraskaya salıp çıxaran kimi və salıb çıxardılacaq və ondan soruşulacaq ki, ey Adəm evladı, sən dünyada xoş gün güzaran nemət gördünmü? Bu insan bir anlığında oda salındı, çıxarıldı və deyəcək ki, xeyr, ey Rəbbim, mən heç vaxt dünyada yaxşı gün güzaran nemət içində olmadım. Subhanallah, bir dəfə cəhənnəmə salıb çıxarmaqdır. Bir dəfə cəhənnəmə salıb çıxarılmaqla bütün nemətlərin hamısını yaddan çıxartdı. Subhanallah, bəs cəhənnəmdə əbədi qalanların halı necə olacaq? Və hədisin arxasında Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, və yu'tə bi əşəddin nəsi bu'sən fid dünya min əhlil cənnəti fəyusbəğu sibğətən fil cənnə fəyuqalu ləhu yəbnə Ədəm هل رأيت بؤسا قط هل مر بك شدة قط فيقول لا والله يا رب ما مر بي بؤس قط ولا رأيت شدة قط. Və dünyada acı həyat yaşayan, nimət görməyən bir şəxs gətiriləcək, hansı ki o cənnət əhlindəndir. Cənnətə bir an salınıb çıxarılacağı ilə ondan soruşulacaq ki, ey Adəm evladı, sən dünyada acı həyat gördünmü? Sən yəni ağır həyat yaşadınmı? Deyəcək ki, xeyr ya Rəbbim, mən dünyada heç vaxt acı həyat görmədim. Allahdan istəyirik ki, bizi cənnət əhlindən eyləsin. Və cəhənnəm, möhtərəm müsəlmanlar, cəhənnəm sifətlərindən biri odur ki, cəhənnəm Allaha şikayət edib. Allah subhanahu wa ta'ala ilə danışmışdır. Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət edir ki, İştəkətin nəru ilə Rabbihə fəqalət Rabbi əkələ bə'di bə'dən fəcəalə ləhə nəfsin nəfsun fiş-şitə və nəfsun fiş-sayb فشدة ما تجدون من البرد من زمهريرها وشدة ما تجدون من الحر من سمومها. Buxari və Müslim rəvayət etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə buyurur ki, cəhənnəm öz Rəbbinə şikayət edərək deyir ki, ey Rəbbim, həqiqətən mənim bir hissəm özümü yedi. Mən yəni özümü yedi, özümü tələf etdi və Allah subhanahu wa ta'ala cəhənnəmə iki nəfəs verir. Biri qışda, biri də yayda. Yəni qışda çox soyuq olanda o cəhənnəmin soyuğundandır və çox isti olanda da cəhənnəm küləyindən, cəhənnəmin istisindəndir. Və Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Kunna ma'a Rasulillahi sallallahu aleyhi və səlləm İth-thum'a vəcibətun فقال النبي صلى الله عليه وسلم أتدرون ما هذا قلنا الله ورسوله أعلم قال هذا حجر رمي به في النار منذ 70 خريفا فهو يحفي في النار الآن حتى انتهى إلى قعرها. Hədisi Müslim rəvayət eləmişdir. Bu hədisdə də cəhənnəmin dibinin çox dərin olduğuna, dərinliyinə dəlalət edir. O necə ki, hədisdə buyurulur ki, Əbu Hüreyrə deyir ki, radiyallahu anhu, biz Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir yerdə idik, birdən bir səs eşidildi. Yəni bir şeyin yerə düşdükdə çıxartdığı səs eşidildi
Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, siz bilirsinizmi bu nədir, nəyin səsidir? Dedi ki, Allah və onun elçisi daha yaxşı bilir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, bu 70 il qabaq cəhənnəmə atılan bir daş idi, indiyə qədər cəhənnəmin dibinə yuvarlanırdı, indi gəlib cəhənnəmin dibinə çatdı. Subhanallah. Və həqiqətən cəhənnəmin sifətlərindən də biri odur ki, cəhənnəmdə zindanlar vardır və təkəbbür edənlər, təkəbbür əhli həmin o zindanlara atılacaqlardır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Yəşərul mütəkəbbirunə yevməl qiyaməti əmfələzzir fi suvarin nəsi yaxşahumuz-zul min kulli məkanin yusaquna ilə sicni cəhənnəmə yusammə bulis ta'luhum narul ənyər yasquna min usarati əhlin nar tinətul xibal. Hədisi Tirmizi rivayet etmişdir rahimehullah və İbn Albani rahimehullah həsən demişdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə buyurur ki, qiyamət günü təkəbbür edənlər zərrə insan surətində zərrə boyda diriləcəklər, həşr olunacaqlar və hər tərəfdən onları zillət bürüyəcək və onları cəhənnəm türmələrinə, zindanlarına soxacaqlar. Zindanların da adı zindanlarına soxacaqlar və orada onların içkisi nə olacaq? Bu dünyada içki içənlərin cəhənnəmdə içdikləri şərab olacaq. Çünki bu dünyada içki içənlərə Allah Teala cəhənnəmdə onlara şərab içdirəcək. O da adı usaradır və onların içki bir də nə olacaq? Cəhənnəm əhlinin təri olacaq. Cəhənnəm əhlinin tərindən içəcəklər. Və hədis Səhih Buxarıda da həmin mənada gəlmişdir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, İnna alallahi teala ahdən limən şərəbəl muskir yusqiyehu min qiynetil xibal. Deyir, Allah Taala'nın həqiqətən üzərinə əhdi ki, kim bu dünyada dəmləndirici, insanın ağlını alan, sərxoş edən içki içərsə, ona qiynetul xibəldən içirəcəkdir. Qiynetul xibəl də nədir? Deyir ki, cəhənnəm əhlinin təridir. Və əziz qardaşlar, cəhənnəm əhlinə atılan kafirlərin cismi çox böyükdür və onların dişləri, azı dişi Uhud dağı boyda olacaqdır. Necə ki, bu da odur ki, əzabı daha da şiddətli datsınlar. Peyğəmbər sallallahu aleyhi və səlləm Müslimin Əbu Hüreyrədən radiyallahu anhudan rəvayət etdiyi hədisdə buyurur ki, Qırsul kafiri əv nəbil kafiri mislu Uhud. Kafirin azı dişi və yaxud iti dişi Uhud dağı boydadır. Və qilazu cildihi məsirətu thələthətə əyyamin lirrakibil musri. Və kafirin cəhənnəmdə kafirin dərisinin qalınlığı nə qədərdir? Kafirin dərisinin qalınlığı 3 gün ən sürətli atının getdiyi məsafə qədərdir. Yəni kafirin bu da çox böyük olduğuna dəvət edir ki, necə ki, dərisi 3 gün yolluq məsafə qalınlığındadır. Və Tirmizi, yəni rəhimullah rəvayət etmişdir. Hədisə Albani rəhimullah səhih demişdir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, İnnə qiləzə cildir kafiri isnani və ərbə'unə zira'ən. Həqiqətən kafirin cildinin, yəni dərisinin qalınlığı 42 dirsək qalınlığındadır. Və innə dirsəhu mislə Uhud. Və onun azı dişi Uhud dağı boydadır. Və innə məclisəhu min cəhənnəmə kəmə beynə Məkkətə vəl-Mədinə. Cəhənnəmdə oturduğu yer isə Məkkə ilə, bir oturduğu yer Məkkə ilə Mədinə arası qədər məsafədədir. Və möhtərəm müsəlmanlar, günah əhlindən asi olanlar da cəhənnəmdə şiddətli əzaba məruz qalacaqlardır. Necə ki, Müslim İbn Məsuddan rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur, Əşəddün nəsi əzəbən yevməl qiyamətil musavvirun.
Qiyamət günü insanların əzabda ən şiddətlisi şəkil çəkənlərdir, təsvir edənlərdir. Və eləcə də bu dünyada insanlara əzab verənlər cəhənnəmdə də əzab görəcəklər. Müslimin rəvayət elədiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnəlləh əzzə və cəl yuəzzibullezine yuəzzibunən-nəsə fid-dünya. Həqiqətən Allah Taala insanlara bu dünyada əzab verəni əzab verəcəkdir. İnsanlara bu dünyada əzab verənə əzab verəcəkdir. Və eləcə də insanlara yaxşılıqlar əmr edib, özləri əməl etməyənlər də, özlərini unudanlara da Allah əzab çəkəcəklər. Necə ki, Buxari və Müslim rəvayət edir, Usəmə radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Yu'tə bir-rəcülü yevməl qiyaməti fəyulqa finnər fətəntaliqu əqtəbu batnihi fəyəturu bihə kəmə yəturul himəru bir-rəhə. Qiyamət günü bir dənə kişi gətiriləcək və o cəhənnəmə atacaqlar. Onun qarnından bağırsaqları çıxacaq, və ona dolanacaq və dolanacaq onun başına. Necə ki, eşşək dəyirmana qoşanda, keçmişdə belə bir şey olur, eşşəyə dəyirmana qoşardılar, yəni buğda üydən daş olur, eşşəyə qoşardılar ona, fırlanardı və o da buğdanı üydərdi. Necə ki, sizə özünüzə məlumdur yəni. Və eşşək həmin dərman daşıyın, yəni buğda üydən daşın ətrafında fırlandığı kimi o da bağırsaqları ona dolanacaq. Fəyəştəmu iləyhi əhlun-nər fəyəqulunə ya fulən mələkə ələm təku tə'muru bil-ma'ruf və tənfə anil-münkər. Və cəhənnəm əhli həmin kişinin başına toplanacaqlar və deyəcəklər ki, ey filan kəs, sən nə olub? Sən yaxşılığı əmr edib pisliklərdən çəkindirmirdin? O insan belə cavab verəcək ki, bələ kuntu əmrən bil-ma'ruf və lə ətihi və ənhə anil-münkər və ətihi. Deyəcək ki, düzdür, mən yaxşılıqları əmr edirdim və lakin özüm o yaxşılıqları etmirdim və mən pisliklərdən, pis işlərdən çəkindirirdim, özüm isə həmin işləri edirdim. İbrahim Nəxəi rahiməhullah buyurur ki, mən üç ayəyə görə qissələri danışmağı istəmirəm, ikrah eləyirəm. Onlardan biri Allah subhanahu wa ta'ala buyurur ki, Ətə'murunən-nəsə bil-birri və tənsəvnə ənfusəkum. Siz insanlara yaxşılığı əmr edirsiniz və özünüzü unudursunuz. Başqa ayədə Allah Taala buyurur ki, limə təqulunə mə lə təf'alun. Niyə görə özünüz etmədiyiniz şey deyirsiniz? Və başqa bir ayədə Allah subhanahu ta'ala buyurur ki, və mə uridu ən uxalifəkum ilə mə ənhəkum ənhu. Mən sizə əmr etdiyim şeyi özüm xilaf getmək istəmirəm. Hud surəsində buyurur. Və həmin bu ayələrdən və hədisdən məlum oldu ki, həqiqətən elm əhli elmi bilib ona əməl etməzsə, onun elmi ona heç bir fayda verməyəcək. Əksinə o yəni bütpərəstlərdən qabaq əzab görəcəklər və necə ki şair buyurur ki, deyir, elmi ilə əməl etməyən alim bütpərəstlərdən qabaq əzab görəcəkdir. Və buna dəlil olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmin Müslimdə Müslimin Əbu Hüreyrədən rəvayət elədiyi hədisi zikr etmək olar. Necə ki, həmin hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əvvəl mə yuqdə aleyhimul yevməl qiyaməti fələsətun. Qiyamət günü ən birinci aralarında hökm verilən şəxslər 3 nəfər olacaq. Onlardan biri şəhid olacaq, biri alim olacaq, bizi isə cömərd olacaq. Və alimə Peyğəmbər s.ə.v şəhidin aqibətini zikr eləyir və aləmə gəldikdə Allah subhanahu wa ta'ala buyurur ki, Allah subhanahu wa ta'ala alimə öz neymətlərini sayır. Alim də Allahın neymətlərini qəbul eləyir, etiraf edir. Və Allah subhanahu wa ta'ala buyurur ki, وَمَا فَعَلْتَ فِيهَا Həmin neymətlərin içində neynədin? Alim buyurur ki, Ya Rab,
ta'allamtul ilmə və allamtuhu və qara'tu fikəl Qur'an. Ey Rəbbim, mən elm öyrəndim və öyrətdim və sənin yolunda Qur'an oxudum. Onda Allah subhanahu və teala ona buyuracaq ki, kəzəbtə və ləkinnəkə təalləmtəl ilmə liyuqal alimun və qara'təl Qur'anə liyuqal qariun. Allah subhanahu buyuracaq ki, yalan danışırsan, lakin sən elmi öyrəndin ki, sənə desinlər ki, alimdir və Qur'anı oxudun ki, sənə desinlər ki, bu qaridir. Fəqad qil, Allah subhanahu deyirsə, artıq bunu sənə deyildi, fəyəmur fəyushabu alə vəçhihi finnər fəyulqa finnər və Allah subhanahu mələklərə əmr edir, onu üzü üstə sürüyüb cəhənnəmə atırlar. Və həmin hədisdən bilindiyi kimi alim Allah subhanahu buyurur ki, mən elmi öyrəndim və öyrətdim və onun bir şeyi qalır zikr etmək, o da əməl etməmişdir. Çünki buyurur ki, elmi öyrəndim və öyrətdim. Demir ki, mən əməl etdim. Eləcə də əgər bu millətin alimlərindən biri çaşarsa, onda yahudilərə bənzəklik vardır. Çünki Allah subhanahu teala yahudilər barəsində buyurur ki, qayrul məqdubə aleyhim. Yəni Allah subhanahu teala onları qəzəblənmişdir, Allahın qəzabına düçar olmuşdular. Ne üçün? Çünki onlar bilə-bilə əməl etmədilər. Və cəhənnəm əhlinin yeməyi və içkisi və paltarı da vardır. Cəhənnəm əhlinin paltarına gəldikdə isə cəhənnəm əhlinin paltarı oddandır. Allah subhanahu teala buyurur, فَالَّذ۪ينَ كَفَرُوا قُطِّعَتْ لَهُمْ ثِيَابٌ مِّنْ نَارٍ. Kafir olanlara ateşdən paltar biçilmişdir. Və başqa bir ayədə Allah subhanahu teala buyurur ki, سَرَابِيلُهُمْ مِنْ قَطْرَانٍ. Onların köynəkləri qatrandandır. Və yeməklərinə gəldikdə isə onların yeməkləri, cəhənnəm əhlinin yeməkləri zəqqumdur. Allah subhanahu və teala bu barədə buyurur, İnnə şəcərətə zəqqum təamul əfim. Həqiqətən zəqqum ağacı günahkarların yeməyidir. Və Peyğəmbər sallallahu aleyhi ve sellemdən varid olan səhih hədisdə buyurur ki, zəqqumun bir damlası bu dünyaya düşərsə, bu dünyadakı bütün dəryaları, bütün suları körlayar, fəsad eləyər. Subhanallah, əgər necə olacaq ki, kafirlər ehtiyacları ucbatından həmin zəqqumdan yiyəcəklərdir. Və Allah subhanahu teala onların içkisi barədə buyurur ki, وَاِنْ يَسْتَغِيثُوا يُغَاثُوا بِمَاءٍ كَالْمُهْلِ يَشْفِ الْوُجُوهِ بِئْسَ الشَّرَابُ وَسَاءَتْ مُرْتَفَقًا. Onlar kömək dilədikdə onlara qaynar, qurğuşum kimi ərinmiş qaynar sudan üzləri bürüyən su ilə onlara kömək ediləcəkdir. Zəqqum ağacına gəldikdə isə zəqqum ağacı 6-cı qapıdadır. Cəhənnəmin 6-cı qapıdadır və o od şöləsi ilə yaşayır. Necə ki ağac su ilə böyüyür, su ilə yaşayır, susuz yaşaya bilməz. Zəqqum ağacı da odla, ateşin şöləsi ilə yaşayır. Hər cəhənnəm əhli mütləq ondan yeməlidir, yiyəcəklərdir. Və zəqqum barədə Allah subhanahu teala yenə başqa bir ayda buyurur ki, Kəl-muhli yəğli fi butun kəğallil həmim. O ərinmiş mis kimi qanunlarda qaynar suyu qaynayan kimi. Yəni subhanallah, kafirlər həmin zəqqumdan, cəhənnəm əhli həmin zəqqumdan yiyəcəklər. Ac olduqları üçün o zəqqum da onların qarınlarında ərinmiş mis kimi qaynayacaqdır. Və həqiqətən cəhənnəm əhlinin ağlamağı və cəhənnəm əhlinin ən az əzab olunanları da vardır. Onlardan biri Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, İnnə əhvənə əhlən nəri əzəbən yevməl qiyaməti rəculun fi əxması qədəmihi cəmrətəni yəğli minhumə dimağuhu. Hədisi Müslim rəvayət etmişdir. Deyir ki, cəhənnəmdə ən az, yəni ən
aşağı əzab olunan kişi kimdir? O kişidir ki, onun ayaqlarının altına kömür qoyulur və həmin kömürdəndir onun beyni qaynayır. Subhanallah. Yəni həmin kişi bu hələ cəhənnəmdə ən az əzab olunan şəxsdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm başqa bir hədisdə buyurur, hədisi Tirmizi rəvayət etmişdir və indi buyuracağınız hədisi Tirmizi rəvayət etmişdir və Albani rəhəmullah həmin hədisə həsən demişdir. Peyğəmbər sallallahu aleyhi buyurur ki, "Vallahi lav ta'lamun ma a'lamu la dahiktum qalilan və la bakaytum kəsiran." Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allaha and olsun ki, əgər siz mənim bildiklərimi bilsəydiniz, mütləq az gülüb çox ağlayardınız. فَمَنْ كَثِرَ بُكَاؤُهُ خَوْفًا مِنَ اللّٰهِ تَعَالَى وَخَشَّةً مِنْهُ دَحِقَ كَثِيرًا فِي الْآخِرَةِ. Deməli, həqiqətən də kim bu dünyada çoxlu ağlayıb və Allahdan qorxarsa, o axirət günü gülənlərdən olar. Necə ki Allah Teala buyurur cənnət əhli barəsində: "İnna kunna qablu fi ahlina mushfiqin." Həqiqətən biz bundan qabaq ailəmiz içində olarkən qorxurduq, Allahdan qorxurduq. Və cəhənnəm əhli barəsində isə Allah Subhanahu taala buyurur: "Və izən qalabu ilə əhlihim qalabu fəkihin." Onlar öz əhillərinə, öz ailələrinə qayıtdıqları zaman sevinərək, gülərək qayıdardılar. Və Allah Subhanahu taala başqa ayədə buyurur: "Və kuntum minhum tədhakun." Siz onlara gülürdünüz. Kafirlərə buyurur, cəhənnəm əhlinə buyurur. Və hər bir müslimin, yəni hər bir müsəlmanın kafirlərdən cəhənnəmə girən bir fədaisi var. Yəni müsəlmanın yerinə, hər bir müsəlmanın yerinə o şəxs cəhənnəmə girəcəkdir. Ənəs bin Malik radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "İnnə hədihil ümmətə mərhumətun." Həqiqətən bu ümmət rəhm olunmuş ümmətdir. "Əzəbuhə biəydihə." Onun əzabı öz əlindədir. "Fəizə kənə yevmul qiyaməti dəfəallahu ilə kullu racilun minəl musliminə raculan minəl müşrikin. Fəqal, həzə fidəukə minən nər." Və qiyamət günü gəldikdə isə Allah Taala hər müsəlman kişiyə kafirlərdən bir kişi verəcək və deyəcək ki, bu sənin yerinə cəhənnəmə girən şəxsdir. Hədisi İbn Məcə rəvayət etmişdir və Albani rahimehullah da səhih demişdir. Və Müslimin səhihində gələn hədisdə Əbu Musa əl-Əşaridə buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: "İzə kənə yevmul qiyaməti dəfəallahu əzzə və cəl likulli muslimin yəhudiyyən əv nəsraniyyən fəyəqulu həzə fikəkukə minən nər." Qiyamət günü olduqda deyir, Allah subhanahu və teala hər müsəlman üçün bir yəhudi və yaxud bir xristiyan verəcək və deyəcək ki, bu səni cənnətdən yəni açandır. Yəni onlar müsəlmanın yerinə cəhənnəmə girəcəkdir. Bu səni cəhənnəmdən yəni qurtarandır. Cənnətdən yox, cəhənnəmdən. Və Allahu Teala cəhənnəmin sifətləri barəsində buyurur ki, "Və təqulu həl min məzid." Cəhənnəm buyurur ki, Allah Subhanahu taala kafirləri cəhənnəmə atandan sonra cəhənnəm buyurur ki, artıq varmı? Yenə varmı artıq? Müslim rahimehullah Ənəs bin Malikdən rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: "La təzəlu cəhənnəmu yulqa fiyhə və təqul həl min məzid həttə yədə'a Rabbul İzzəti fiyhə qədəməhu və yənzəviyə ba'duhə ilə ba'din və təqul qad və izzətikə və kərəmikə və la yəzəlu fil cənnəti fadlun həttə yunşəallahu Teala ləhə xalqan fəyəskinəhum fadləl cənnəti." Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, cəhənnəmə insanlar atıldıqda cəhənnəm deyəcək ki, artıq varmı? Yenə varmı artığı? Və Allah subhanahu və teala öz ayağını cəhənnəmə qoyacaqdır və cəhənnəmin ağzı bir-birinə gələcəkdir və cəhənnəm deyəcəkdir ki, bəsdir,
sənin izzətinə və kərəminə and olsun ki, bəsdir, bəsdir. Və cəhənnəm Allah subhanahu və teala cəhənnəmə insanları və cənnətə Allah subhanahu və teala insanları qoyduqdan sonra cənnətdə boş yer qalacaqdır. Hətta Allah subhanahu və teala həmin boş yer üçün insanlar, məxluqlar yaradacaqdır və həmin cəhənnəmin boş yerində onları və həmin cənnətin boş yerində həmin o yaratdıqlarını sakin edəcəkdir. Və başqa rivayətdə gəlir ki, Əbu Hüreyra radiyallahu anh'dan əmmən nəru fələ tumtələu həttə yədəallahu subhanahu aleyhə ricləhu fətəqul qat deyir, cəhənnəmə gəldikdə isə Allah subhanahu və teala ona, yəni cəhənnəmə öz əyağını qoymadıqda cəhənnəm dolmayacaqdır və cəhənnəmə Allah subhanahu və teala əyağını qoyandan sonra deyəcəkdir ki, bəsdir, bəsdir. فهنالك تمتلأ وينزوي بعضها إلى بعض فلا يظلم الله من خلقه أحدا. Və o zaman cəhənnəm dolacaqdır, onun ağzı yəni birləşəcəkdir, bir-birinə gələcəkdir və Allah subhanahu və teala məxluqlarından heç kəsə zülm etməz. Və əmməl cənnətu fə innəllaha yunshu ləhə xalqan. Cənnətə gəldikdə isə cənnət də dolmayacaq, amma Allah subhanahu və teala cənnət üçün məxluqlar yaradacaq və həmin yerdə cənnətdə sakin edəcəkdir onları. Hədisi Müslim rivayət etmişdir. Hörmətli müsəlman qardaşlar, cəhənnəmdən ən axırıncı çıxan kimsənin halını bilirsinizmi necə olacaq? Peyğəmbər sallallahu aleyhi və səlləm artıq bu barədə bizə xəbər vermişdir. İbn Məsud radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu: Əxiru mən yədxulul cənnətə raculun fəhvə yəmşi mərrətən və yəkbu mərrətən və təsbə'uhun nəru mərrətən. Cənnətə ən axırıncı girən kişi olacaq ki, gah yeriyə gedəcək, gah iməliyə gedəcək, ya da ki, cəhənnəm onu özünə dartmaq istəyəcək, dartacaq. فَإِذَا مَا جَاوَزَهَا إِلْتَفَفَ إِلَيْهَا فَقَالَ تَبَارَكَ الَّذِي نَجَّانِي مِنْكَ. Cəhənnəmdən qurtardıqda isə çörüküb, cəhənnəmə baxıb deyəcəkdir ki, hər adı çəkilməklə bərəkət verən Allah, xeyri, bərəkəti bol olan Allah məni sənin əlindən qurtardı. Yəni o cəhənnəmə belə buyuracaqdır. Ləqəd ə'taniyallahu şeyən mə ə'tahu əhədən minəl-əvvəlinə vəl-əxirin. O insan deyəcək ki, artıq Allah subhanahu və teala mənə elə bir şey vermişdir ki, məndən əvvəlkilərə, nə əvvəlkilərə, nə də axırıncı insanlara heç kimə belə bir şey verməmişdir. Fəturfə'u ləhu şəcərətun fəyəqulu ey Rabbi أدنني من هذه الشجرة فلأستظل بظلها وأشرب من مائها. Və ona bir ağac göstəriləcək. Həmin cəhənnəmdən ən axırıncı çıxan insana bir ağac göstəriləcək və deyəcək ki, ey Rəbbim, məni həmin ağacdan yaxınlaşdır ki, o ağacın kölgəsində kölgələnim və onun suyundan içim. Fəyəqulullahi Teala yəbnə Ədəm ləalli in ə'taytukəhə səəltəni qayrəhə. Ey Adəm evladı, mən onu sənə versəm, sən məndən başqa şey də istəyəcəksən yenə. Fəyəqul lə ya Rabbi və yuahiduhu əllə yəsələhu qayrəhə və rabbuhu yu'ziruhu ləənnəhu yara mə lə sabra ləhu aleyhi. Və həmin insan deyəcək ki, xeyr ey Rəbbim, Allah subhanahu və teala ondan əhd və peyman alacaq ki, ondan, yəni Allahdan bundan başqa heç bir şey istəməsin və Allah subhanahu və teala həmin insanın üzrünü bilir, üzrünü qəbul edir. Çünki Allah subhanahu da bilir ki, insan nəyə səbirli deyil, nəyə səbir etmir. Fəyudnihu minhə fəyəstazillu bizilliha və yəşrabu min maiha thumma turfa'luhu şəcəratun fi əhsənə minəl-ulə. فيقول ey Rabbi أدنني من هذه لأشرب من مائها وأستظل بذلها.
Allah subhanahu və teala həmin insanı həmin ağaca yaxınlaşdırır və ağacın kölgəsində kölgələnir və suyundan içir. Sonra Allah subhanahu və teala ona həmin ağacdan daha yaxşı, daha gözəl bir ağac göstərir və həmin insan, Adəm evladı yenə də Allah subhanahu və teala'ya dua eləyir və deyir ki, ey Rəbbim, məni həmin ağacla yaxınlaşdır, onun kölgəsində kölgələnim və onun suyundan içim və səndən bir də bundan başqa heç nə istəməyəcəm. Və Allah subhanahu teala ona buyurur ki, yəbnə Ədəm, ləalli in ədnəytukə minhə təsəluni qayrəhə. Ey Adəm evladı, mən səni ona yaxınlaşdırsam, yenə məndən ola bilsin ki, başqa şey istəyəsən. Fəyuahiduhu əllə yəsələhu qayrəhə. Və yenə əhd peyman alır ki, Allahdan bir də həmin ağacdan başqa heç bir şey istəməsin. Allah Teala yenə onun üzrünü qəbul eləyir. Çünki bilir ki, insan, Adəm evladı nəyə səbr etmir. Və izə ədnəhu minhə turfa'u lehu şeceratun inde babil cenneti ahsana min al-awwalayn ahsanu min ulayayn. Və həmin ağacın yanına yaxınlaşanda, onun kölgəsində kölgələnəndə və suyundan içəndə cənnətin qapısının yanında ona daha yenə bir ağac göstərilir, hansı ki həmin ağac o birinci iki ağacdan daha yaxşıdır, daha gözəldir və Adəm evladı yenə həmin əhdinə, peymanını baxmayaraq yenə Allah subhanahu və teala'dan cənnəti istəyir. Nə vaxt ki Allah subhanahu teala onu yenə həmin ağaca yaxınlaşdırır. Fəizə ədnəhu minhə səmi'ə əsvətə əhləl cənnə. Allah subhanahu teala onu həmin ağaca yaxınlaşdırandan sonra, yəni üçüncü ağacı gördükdə Allah subhanahu və teala ilə yenə həmin söhbəti eləyirlər. Necə ki, birinci, ikinci ağacda olduğu kimi Allah subhanahu teala ondan əhd peyman alır və Allah subhanahu teala onu yenə cənnət qapısının yanında olan ağaca yaxınlaşdırır və həmin ağaca yanında olanda cənnət əhlinin səslərini eşidir və deyir ki, ey Rəbbi ədxilnihə, və Allah subhanahu teala'ya deyir ki, ey Rəbbim, məni cənnətə daxil et. Və Allah subhanahu teala buyurur ki, yəbnə Ədəm, mə yasrini minkə əyurdikə ən u'tiyəkə dünya və misləhə ma'əhə fəyəqulu, ey Rəbb, ətəstəziu minni və əntə Rabbul aləmin. Allah subhanahu və teala deyir ki, ey Adəm evladı, əgər səni razı salsam və sənə dünya və dünya qədər şeylər versəm, bir də mənə dua etməyəcəksən. Yəni ki, məndən duanı kəsəcəksənmi, etməyəcəksənmi? Onda həmin insan deyir ki, ey Rəbbim, sən aləmlərin Rəbbi olduğun halda mənimlə istehza mı edirsən? Fədahikə İbn Məsud fəqal, bu yerdə İbn Məsud gülür və deyir ki, tələbələrinə, ətrafında olanlara deyir ki, ələ təsəlunə mimmə ədhəq, siz məndən soruşmursunuzmu, mən nəyə gülürəm? Qalu mimmə tədhəq, ona deyirlər ki, nəyə gülürsən? Fəqal, həkəzə dəhikə Rasulullah sallallahu aleyhi və səlləm fəqalu mimmə tədhəqü ya Rasulallah. İbn Məsud deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm də belə gülmüşdü, yəni hədisin bu yerində belə gülmüşdü. Peyğəmbər sallallahu aleyhi və səlləmə dedilər ki, ya Rasulallah, nəyə gülürsən? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, min dəhki Rabbil aləmin fəyəqulu inni lə əstəziu minkə və ləkinni alə mə əşəu qadir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, aləmlərin Rəbbinin gülməyinə görə gülürəm və Allah subhanahu və teala buyurur ki, bu yerdə Adəm evladı belə deyəndə ki, yəni cəhənnəmdən axırıncı çıxıb cənnətə ən axırıncı girən şəxs, Allah subhanahu və teala ona deyəndə ki, sənə dünya və dünya misli qədər verirəm, onda o insan deyəndə ki, ey Rəbbim, sən aləmlərin Rəbbi olduğun halda məndən gülürsən, mənə istehza mı edirsən? Allah subhanahu və teala ona güləcək və deyəcək ki, mən səndən istehza etmirəm, lakin mən dilədiyim şeyi edirəm, istədiyim şeyi edirəm. Və həqiqətən cənnətə girən şəxslər
cəhənnəmə girən şəxslərin cənnətdəki evlərinə miras olacaqlar. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurur: İnnəllaha Teala cəalə likulli insanin məskənən fil cənnəti və məskənən fil nar. Fəəmməl mu'minunə fəyəxudunə mənaziləhum və yərithunə mənaziləl kuffar yəc'alul kuffari fi mənazilihim fin nar. Peyğəmbər sallallahu buyurur ki, həqiqətən Allah Teala hər insan üçün 2 dənə məskən, yəni ki, yaşayış yeri etmişdir. Onlardan biri cənnətdədir, biri isə cəhənnəmdədir. Amma möminlərə gəldikdə isə onlar cənnətdəki öz yerlərində, öz evlərində, mənzillərində sakin olacaqlar və cəhənnəmə girən kafirlərin cənnətdəki evlərinə də miras çıxacaqlar. Və kafirlər isə öz cəhənnəmdəki evlərinə girəcəklər. Hədisi İbn-i Məcə rəvayət etmişdir. Albani rahimullah səhih demişdir. Və həmin mənada da Əbu Hüreyrə radiyallahu anhudan gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mə minkum min əhədin illə ləhu mənziləni, mənzilun fil cənnə və mənzilun fil nar. Fəizə mətə fədəxələn nər fəvarithə əhlul cənnəti mənziləhu fəzəlikə qavluhu Teala Ulaikə humul vərithun. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizdən elə bir şəxs yoxdur ki, onun cənnətdə və cəhənnəmdə evi olmasın. Əgər bir nəfər ölüb cəhənnəmə girərsə, onun cənnətdəki evinə cənnət əhli miras qalacaqdır. O şəxsin cənnətdəki evinə cənnət əhlinə miras qalacaqdır. Və Allah subhanahu teala buyurur, Ulaikə humul vərithun, və əsl varislər də onlardır. Və cənnət və cəhənnəmin, cənnət əhlinin və cəhənnəm əhlinin orada əbədi qalmaları barəsində və ölümün körpüyün üzərində, yəni siratın üstündə kəsilməsi barəsində çoxlu hədislər bir neçə hədis varid olmuşdur. O hədislərdən biri Buxari radiyallahu rahiməhullah rəvayət edir ki, cəhənnəm əhli, yəni İbn Ömərdən Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, İzə sara əhlul cənnəti iləl cənnəti və əhlun nəri ilən nəri ciə bil mevti həttə yücələ beynəl cənnəti və nər fəyuzbəh thumma yunadi munadiyan ya əhləl cənnə la mevtə və ya əhlən nər la mevt fəyəzdədu əhlil cənnəti fərahən ilə fərahihim və əhlun nəri hüznən ilə hüznihim. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, cənnət əhli cənnətə girdikdən və cəhənnəm əhli cəhənnəmə girdikdən sonra ölüm gətiriləcək və cənnətlə cəhənnəm arasında kəsiləcək. Sonra bir nəfər çağıracaq ki, nida edəcəkdir ki, ey cənnət əhli, ölüm yoxdur, siz orada əbədi qalacaqsınız və cəhənnəm əhlinə də nida olunacaq ki, ey cəhənnəm əhli, ölüm yoxdur, siz orada əbədi qalacaqsınız və cənnət əhlinin fərəhlərinin, sevinclərinin üzərinə sevinc gələcəkdir və cəhənnəm əhlinin də hüzünlərinin üzərinə hüzün gələcəkdir. Və Allah subhanahu və teala ayədə buyurur ki, وَأَنذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُدِيَ الْأَمْرِ وَهُمْ فِي غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ. Onlar qəflət içində iman gətirmədikləri halda hökm verilən həsrət günü ilə onları qorxud. Həqiqətən həmin gün həsrət günü olacaq, artıq hökm veriləcək və ölüm mələyi ölüm kəsiləcəkdir cənnətlə və cəhənnəmin arasında artıq ölüm olmayacaqdır. Necə ki, başqa bir hədisdə İbn Məcənin rəvayət elədiyi Əbu Hureyrədən Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Yücəu bil mevti yevməl qiyaməti fəyuqafu alə surat fəyqalu ya əhləl cənnə fəyəttəli'unə xaifinə ən yuxracu min məkanihim illəzihum fihi. Qiyamət günü
ölüm mələyi gətiriləcək və körpünün sıratın üzərinə qoyulacaq. Yəni cənnətlə cəhənnəmin arası, bildiyiniz kimi sirat da cənnətlə cəhənnəmin arasındadır və deyiləcək ki, ey cənnət əhli qorxaraq baxacaqlar, elə biləcəklər ki, onları qaldığı yerdən çıxartmaq istəyirlər. Sonra deyiləcəkdir ki, ey cəhənnəm əhli fəyəttəri'unə müstəbşirinə fərihinə əy yəxrucu min məkanihim illədihum fihi. Cənnət əhli sevinərək, müjdələnərək baxacaqlar, elə biləcəklər ki, Allah subhanahu və teala onları cəhənnəmdən çıxarır və deyiləcək ki, həl tərifunə hədə, siz bunu tanıyırsınızmı? Yəni ölüm mələyini. Qalu na'am həzəl mevt, deyəcəklər ki, bəli, bu ölümdür. Qal fəyu'məru bihi fəyuzbəhu aləs-sirat ثم يقال للفريقين كلاهما خلود فيها تجدون لا موت فيها أبدا. Allah subhanahu və teala əmr edəcək ölümü, yəni ölüm körpünün üzərində kəsiləcək və iki fərqə, cənnət əhlinə və cəhənnəm əhlinə buyulacaqdır ki, siz ikiniz də, iki qisim də olduqları yerdə əbədi qalacaqsınız və orada ölüm və sizə heç bir zaman ölüm yoxdur. Allah subhanahu teala bizi cəhənnəmdən qorusun. Kafir olanları və həmin bu hədislərdən necə ki zikr etdiyimiz axırıncı hədislərdən bilinir ki, cənnət və cəhənnəmin əbədi olduğu görsəlinir. Cənnət və cəhənnəm əbədi olacaq və heç vaxt onlar qurtarmayacaqdır. Allah subhanahu və teala buyurur ki, وَالَّذِينَ كَفَرُوا لَهُمْ نَارُ جَهَنَّمَ لَا يُقْدَى عَلَيْهِمْ فَيَمُوتُوا وَلَا يُخَفَّفَ عَنْهُمْ مِنْ عَذَابِهَا كَذَلِكَ نَجْزِي كُلَّ كَفُورٍ وَهُمْ يَصْطَرِخُونَ فِيهَا. Allah subhanahu və teala buyurur, kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunur ki, ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq. Onlar orada fəryad edəcəklər və cəhənnəmin əbədi olduğuna gələn, yəni əbədi olduğuna olan dəlillərdən biri isə Allah subhanahu teala buyurur, kulləmə nədicət culuduhum bəddəlnəhum culudən qayrəhə liyazuqul əzəb. Onların cidləri, dəriləri yandıqca biz onların dərilərini yeni dərilərlə əvəz edirik ki, əzabı datsınlar. Başqa bir ayda Allah subhanahu və teala buyurur, fəllezîne kəfərû qutti'at lehum thiyâbun min nər يصب من فوق رؤوسهم الحميم يسحر به ما في بطونهم والجلود ولهم مقامع من حديد كلما أرادوا أن يخرجوا منها من غم وعيدوا فيها. Allah subhanahu və teala buyurur, onu inkar edənlər üçün ateşdən paltar biçilmişdir, başlarına da qaynar su töküləcəkdir. O su ilə qarınlarında olanlar və dəriləri əridiləcəkdir. Hələ onlar üçün dəmir toppuzlar da vardır. Onlar yəni öndən qurtarmaq istədikcə, onlar cəhənnəmdən qurtarmaq istədikcə yenidən ora qaytarılır və dadın ateşin əzabını deyirlər və bu ayə də dəlildir ki, onlar oradan çıxmaq istədikcə onlar ora qaytarılacaqlar və cəhənnəm əhli əbədiyyən cəhənnəmdə qalacaq. Necə ki, başqalarının dediyinə xilaf olaraq, yəni başqa bu əhl-i sünnə və cəmaatın əqidəsidir ki, cənnət əhli də, cəhənnəm əhli də əbədidir, başqalarına xilaf olaraq və necə ki, hədislərdə, sahabələrdən gələn hədislərdə, Peyğəmbər sallallahu aleyhi və səlləmlə varid olan səhih hədislərdə göründüyü kimi, cənnət və cəhənnəm əbədidir, fəna deyir. Cənnətdə olanlar əbədiyyən orada qalacaqlar və cəhənnəmdə olanlar da əbədiyyən orada qalacaqlar. Bu möminlərin, sələf salihin əqidəsidir. وَمَنْ يَتَّبِي غَيْرَ سَبِيلَ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصَلِّهِ جَهَنَّمْ وَسَاءَتْ مَسِيرًا. Allah subhanahu teala buyurur ki, kim möminlərin yolundan başqa bir yola
tabi olarsa, biz onu həmin o yola göndərərik və axırda da onu cəhənnəmə yollayarıq, cəhənnəmə varis edərik və Allahdan istəyirəm ki, bizi cənnət əhlindən eləsin və cəhənnəmdən bizi qorusun. Allah subhanətə alə bizi cəhənnəm əhlinin cənnətdəki evlərinə varis etsin. Və aqulu qavlu həzə və əstəğfirullaha li və ləkum və lisəiril musliminə min kulli zəmb əstəğfiruhu innəhu huvəl-ğafurur rahim.